Hörmətli müştərilərim, sizə kino kimi bir mənzil təqdim edirəm. Bu ev fantastikadır. Həm ekskluzivdir, həm də adam baxdıqca hayıl-mayıl olur. Bura şəhərin tam mərkəzi. Respublika sarayının qarşısı, Zabitlər bağının sol tərəfində olan bahalı bir binada 230 kvadrat sahəsi olan təzə yaşanmamış bir mənzillə sizin görüşünüzə gəlmişəm. 4 otaq, bir stav ilə 4 otaq və bu evdə dizaynerlər qocalıblar. Yəni sahibi dizaynerlər qocaldı. O dərəcə bir iş gedib bu evdə. Mən sizə proyektləri bir görsədim, qəşəng, kino kimi baxın, Oskarlıq evdə. Axırda bir Oskar verərsiniz də bu evin sahibinə. Əziz izləyicilərim, 10-cu mərtəbə dediyim bina haqqında danışmağa lüzum bilmirəm ki, bütün demək olar ki, məmurların 70-80% bu binada yaşayır. Bura 10-cu mərtəbədir. Girən kimi, yəni evə girən kimi belə bir sanitar qovşağı. Onun yanında hamam otağı. Sadəcə görüntüləri sizə göstərirəm. Malzəmə haqqında danışmağa ehtiyac belə duymuram. Siz hamınız arif insanlarsınız, məndən də 100 evə yaxşı bilirsiniz. O səbəbdən mən sizi zal otağına dəvət edirəm. Zal otağına keçə-keçə operatordan xahiş edeyim sizə o interesli aksesuarları göstərsin də. Onların hər birinin bir mənası var, hər birinin bir anlamı var. Bura geniş bir zal otağı. Adam sizi qışqırsız alır, wow deyiləsi bir zal otağıdır. TV studentin yeri, əl işləri, yumuşaq dəsmebel hissəsi, dekor, güzgülər və burada güzgülər elə işlənilib ki, adamın ürəyi açılır, adamın ürəyi sıxılmır. Veneçenko bütün boyalar istifadə olunmuş, hər tərəfdən vitraj pəncərədir, o öz yerində. Keçək növbəti otağa və sizə mərkəzi havalandırma sisteminin Daikin olduğunu, yəni Alman brendidir, mən səhv eləmirəmsə, düzdür operator? Bəli, Alman brendidir. Burada mətbəx, əsas məsələ mətbəx. Xanımlar məni öldürər ki, mətbəxi niyə görsətmirsən? Bəli, sizə zövq verəcək bir mətbəx təqdim edirəm. Əziz izləyicilər, əziz müştərilər, mətbəx mebeli yığılıb necə lazımdır, rəng olaraq, marka olaraq, görüntü olaraq, estetika olaraq. Sadəcə burada yemək çünki heyfdir. Otur, kofe zat dəmlə. Heyfdir də, burada yemək pişirmə. İyi götürməsin buralar, lazım deyil. Milyonluq evin var, al restoranda yiyirlər, niyə burada yiyirsən ki? Məsələn, getdiyi növbəti otağa. Burada da bir otaq gözümə dəydi, onu da sizə təqdim edir. Bu, çamaşır otağıdır, mətbəxin böyründə olmazı bir çamaşır ütü otağı. İndi yataq otaqlarına keçək. Siz artıq burada gördünüz, incəliyə bir dənə fikir verin detala. Mətbəx, zal, sanitarlar, çamaşır otağı bu hissədədir. Artıq burada bitdi. Çünki özəl otaqlar gəlir. Bir dənə ideyaya baxın. Mən sizə bir özəl otaqları, yəni yataq otaqlarını təqdim edirəm. Başlayaq birinci bu yataq otağından. Simmetriya, gözəllik. Artıq söz deməyə ehtiyac belə görmürəm. Qapılarda olan güzgü çox maraqlıdır. Yataq otağına gələndə özünü görürsən. Detallar deyirəm də çox önəmli bir şeydir bu evdə veriblər. Bura növbəti böyük bir yataq otağıdır. Genişdir. Bu boyda əşyalar, yəni tam yer tutduğuna görə yenə geniş bir şəkildə qalır. Pərdələr filan hamısı partlamadır da, partlama dəyərli izləyicilər. Nə deyəsən də, yəni bu bilinir də. Bir dənə əli buna vurursan, kaçısı var. Adamın əlində elə bir ki, bu prezident yağları var, o da əriyir adamın əlində, o dərəcə bir şeydir. Yatağın özü, gəldik, çatdıq bu hissədə, təbii ki, füsunkar bir hamam otağı, operator sizə oranı təqdim etsin. Buyurun. Və burada
Geniş qardırob otağı. Yay, qış, payız, yaz, ayaqqabı, kutqalar, doldur nə qədər istəyirsən. Çox rahat. Və işıq sistemi də var. Keçək növbəti otağa. Yəni sizə bu videonu tam montajsız formada bir dəfəyə çəkib təqdim edirəm ki, detalları özünüz görəsiniz. Bura oyun otağıdır. Bildiyin, nə deyil ona, gənclər nə deyir? Comedy Center otağıdır. PlayStation, filan, oturursan burada özün üçün partladırsan da televizor, havalandırma, qəşəng kreslolar və bunlar hamısı mənzilin içində qalır. Hal-hazır bir mənzil alırsınız, dəyərli izləyicilər. Bugünkü təqdimatım özümə də çox xoş təsir bağışladı. Məni belə evlərə çağırın. Belə ürək açan evlərə çağırın. Qaldı bunun qiyməti. Qiymətini mən deyim operator, yoxsa intisarda saxlayaq izləyiciləri, nə məsələ görürsən? Gəl deməyək. Bura alası adam bilir, o mənə zəng eləsin. Bəli, buranı alacaq müştəri zəng eləsin, ona şəxsən özüm deyəcəm qiymətini. Yaxşı münasib qiymətə satılır. Bugün bazar dəyərindən aşağı qiymətə satılır. Başqa da nə söyləyeyim? Sizə can sağlığı. Sağ olun.